Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim və kanalıma yeni gələn üzvlər. Bugün mən sizə 8-ci sinif ədəbiyyat dərsliyindən Hüseyn Cavidin ana dramının izahını verəcəm. Çalışacağım ki, detallara qədər toxunum. Ümumiyyətlə, bundan əvvəlki ədəbiyyat videolarımda da çalışmışam ki, videonu izləyənlərdə hər hansı bir sual əlaməti qalmasın əsərə aid və əsəri digər əsərlərlə müqayisəli şəkildə verməyə çalışıram ki, yəni testlərdə də sizə çətinlik çəkəcəyiniz bir məqam qalmasın. Demək, həm məzmuna toxunacağam bugün, həm də müqayisəli şəkildə digər əsərlərlə təhlil formasını verəcəm. Siz videonu izləyirsinizsə, sizin üzərinizə düşən bir kiçik öhdəlik var ki, videonu bəyənəsiniz, kanala abunə olasınız, videonu paylaşasınız və şərh bölməsində fikirlərinizi mənimlə bölüşəsiniz. Videonun açıqlama hissəsində qoyacağım əlaqə nömrəsi ilə əlaqə saxlayaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz, əziz şagirdlər. Qeyd edeyim ki, ana dramı ümumiyyətlə Hüseyn Cavidin ilk dramıdır və ədəbiyyatımızda 1910-cu ildə yazılıb bu dram və ədəbiyyatımızda yazılan ilk mənzum faciə hesab olunur. Yəni burada mövzu ananın mənəvi ucalığıdır. Problemi isə ananın öz demək oğlunun qatilini evində saxlamasıdır. Yəni evində saxladığı qonağın əslində qatil olmasıdır. İdeyası isə şər qəddarlığa bir növ mərhəmətlə cavab verməyin üstünlüyü, ümumiyyətlə insanları və insanlığı sülhə səsləmək idi. Bəşəriyyətə sülhə səsləmək idi, yəni ideya bundan ibarət idi. Cavidin ilk dram əsəridir və bir pərdəlidir. Ümumiyyətlə, bunu da necə yadımızda saxlayırıq? Bu hissiyə toxunaq. Bir pərdəli olmağını. Ana nədir? Ana bizim üçün necədir? Ana təkdir. Tək varlıqdır və demək, Hüseyn Cavidin ana əsəri də bir pərdəli dram əsəridir. Yəni, faciə janrındadır. Əşxasa baxaq, yəni burada olan insanların, obrazların iştirakına baxaq. Demək, Səlma ana obrazı Səlmadır, onun oğlu Qampoladdır. Qampoladın nişanlısı İsmətdir, Çərkəz qızıdır, bu hissəyə də diqqət edirsiniz. Səlim İsmətin qardaşıdır, Səlimin arkadaşı gənc bir ləzgidir, Orxan İsmətə vurulmuş bir dəliqanlıdır, İzzətlə Murad da Orxanın dostlarıdır. Gəlin, indi baxaq, görək hadisələr necə baş verir, harada baş verir, ümumiyyətlə əsər necə başlayır, bu hissələrə baxaq. Deyir, remarkasında deyir ki, səhnə Dağıstanda, harada Dağıstanda, bax bu hissəyə də diqqət edirsiniz. Otlu, ağaclı, küçük bir bağça ərz edər. Bağçanın ucunda sadə, fəqiranə bir evciyaz görünür. Aha, sadə və fəqiranə kasıb mənasındadır. Uzaqda lətif rəngarəng buludlar, yüksək və mavi dağlar nəzərə çarpar. Aha, mənzərəni bizim gözümüzün qarşısında canlandırır. Səlma qapı önündə oturub pək düşüncəli görünür. 2 dəqiqə sonra qalxıb yüzünü göy səmtinə tutar, sinirli, həyəcanlı bir səslə: "Ey mərhəmətkanı, ey ulu tanrı, ey yerlərin göylərin hökmdarı, inayət qıl, yox başqa bir havadar. Yalnız varım, yoxum tək bir oğlum var. Ah, Qampolad, Nuri didəm evladım. 3 ay var ki, məktubunu almadım. 3 ay var ki, taqət qalmamış bəndə. Gözüm yollarda intizar içində. Hər gecə gördüyüm qanlı rüyalar göstərir ki, qorqulu bir xəbər var. Bir yıldan fəzlədir hər ay, hər 15, məktub yollarda eylərdi sifariş. Niçin o, şimdi öylə qafil? Xayr, oğlum vəfasız deyil, lakin məni bəhv etdi bu intizar. Gündən günə qəlbimdə şübhə artar." İsmətin gəldiyinə diqqət eləyərək, "Ah, gəliyor İsmət, nasıl da məhcub, qız deyil bir mələkdir." Aha, burada Səlmanın biz nitqini eşitdik. Nəyə müraciət eləyir? Ulu Tanrıya müraciət eləyir. Bax, burada yerlərin göylərin hökmdarı adlandırır onu. Bunu hansı əsərlə biz müqayisə eləyə bilərik? Məsələn, İblis əsərində Arifin nitqində də biz Allaha müraciət etdiyini və sıxıntısını bilirsinizmi hansı? Birinci elə hissədə birinci iblis danışır, sonra mələk, sonra iblis, sonra mələk. Daha sonra Arif Allaha müraciət eləyərək sıxıntısından bəhs eləyir və onu deyir ki, qaldır məni göylərə, görüm nə cürdür orada ümumiyyətlə mələklər. Bax, orada da biz Arifin Ulu Tanrıya müraciətini görürük və yaxud da başqa bir əsərində, Səməd Vurğunun Vaqif əsərində Vidadi namazdan sonra Allaha dua eləməsi ilə başlayır, yəni əsər. Bax, bu hissələrə də diqqət edirsiniz. Burada deyir ki, yalnız varım, yoxum tək bir oğlum var. Demək, buradan məlum olur ki, bizə Səlma ananın Qampoladdan başqa bir övladı yoxdur. Və orada Nuri didəm övladım, gözümün nuru adlandırır övladına. Deyir ki, 3 ay var ki, məktubunu almadım. Burada məktub gözləyən ana obrazını nə ilə müqayisə eləyə bilərik? Təbii ki, Əli Kərimin ana obrazı ilə bəli müqayisə eləyə bilərik. Əli Kərimin Qaytar ana borcu əsərində də biz ananın məktub gözlədiyini görürük əslində.
Orada 4 ay vardı ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur, oğul dərdi idi dərdi. Burada da ana 3 ay vardı ki, məktubunu almır, yəni övladından. Tək fərq ondan ibarətdir ki, o ana gedəndən sonra Əli Kərimin anası məktub ala bilmir, amma Qanpoladın anası, yəni Səlma xatun məktub alır əslində. Amma 3 ay vardı ki, məktublar da gəlmir. Və gözüm yollarda deyir ki, qalıb intizar içindəyəm, yəni təlaş içindəyəm. Hər gecə gördüyüm qanlı röyalar göstərir ki, qorxulu bir xəbər var. Qorxulu bir xəbər olduğunu buna bəyan eləyən nədir? Gördüyünüz qanlı röyalar, yəni yuxulardır. Bir yıldan fəzlədir deyir hər ay 15. Buradan bizə məlum olur ki, Səlmanın oğlu Qanpolad bir ildən artıqdır ki, fəzlədir ki, yəni dustaqdır. Məktub yollar deyirlərdi sifariş ki, indi nə üçün deyir ki, qafil oldu? Xeyr, oğlum vəfasız deyil. Bax bu hissədə Əli Kərimin demək ana, Qaytar ana borcu şeirində də orada demək ananın yox, demək şairin özünün oğlu ittiham etməsinə rast gəlirik. Biz deyir ki, yəni kaş böyütməzdi oğlunu. Sonra da deyir ki, yox, bunu yandım dedim, yenə atmazdı onu. Yəni deyir ki, burada da xeyr, oğlum vəfasız deyil. Yəni burada özünə elə bir ki, yaxın qoymur o fikirləri. Lakin deyir ki, məni bu intizar, yəni bu şübhə məni gündən günə məhv eləyir. İsmətin də gəldiyini görür. Deyir ki, qız deyil, bir mələkdir. İsməti nəyə bənzədir? Mələyə. İsmət də gülər üzlə, işdə məktub. Səlma deyir, kimdən quzum? Qanpoladdan. Kim verdi? Qonşumuz Qorxmaz oğlu Müslüm verdi. Demək, kim verir məktubu? Qorxmaz oğlu Müslüm verir. Nasıl Qanpoladım? Soruşur, şükür. Sapsağlam. Gəlmiyormu? Məktubda yazmış tamam. Səlma deyir ki, ah gözəl İsmətim, otur evdəsən, biraz tək başına çalğı çal əylən. Mən də şimdi məktubda hər nə varsa okutdurup tez gəlirəm. Demək, tək başına deyir evdə qal və biraz da çalğı çal əyləm. Və mən də bunu oxutdurub gəlirəm. İsmət də deyir ki, pəkala, Səlma gedir. İsmət kəndinə, of, Qanpolad, kim bilir şimdi nerede? Ben burada yalnız o qürbət əllərdə. Bir yıl əvvəl nişanlandım mən ona, tale o gündən düşmən olmuş bana. Artıq onsuz hər şey gözümdə məhzun, bir an həyatımdan olmadım məmnun. Qapıyı açıb içəri girər, biraz sonra Orxan ilə İzzət bir tərəfdən çıxar. Gəlin indi İsmətin öz-özünə, yəni dediyi monoloqa baxaq. Burada Qanpolad deyir ki, kim bilir şimdi nerede? Artıq burada Qanpoladın əslində harda olduğunu bilmir. Yəni deyir ki, görəsən hardadır Qanpolad? Bəzən testlərdə düşə bilər ki, məsələn Qanpoladın harda olduğunu bilir, xeyr, bilmir. Və bir deyir ki, mən buradayam, o qürbət ellərdədir. Bir il əvvəl nişanlanıb. Demək, bir il əvvəl nişanlanıb, nişanlanan kimi də Qanpolad həbsə gedib. Tale o gündən deyir ki, mənə düşmən oldu, yəni məni taleyim gətirmədi. Onsuz da deyir, gözümdə hər şey məhzundur. Bir an həyatımdan məmnun olmadım. Taleyindən narazıdır. Bax, bu hissəyə diqqət edeyim. Və İzzətlə Orxan bir tərəfdən çıxarlar. Orxan deyir ki, İzzət, sən bir tərəfdə bəklə, sakın. İsmət səni görməsin hələ. Yəni Orxan deyir ki, İsmətə gizlən, səni görməsin İsmət. İzzət kim bilir? Bəlkə heç o yoxdur evdə. Bu sırada qarmonun səsi gəlir. Demək, buradan bizə məlum olur ki, əslində Səlmanın tək başına evdə otur, biraz çalğı çal, əylən deyəndə hansı musiqi alətini nəzərdə tuturdu? Qarmon. Bax, bu hissəyə diqqət edin. Qarmon nəzərdə tuturdu. Bax, bunu hansı əsərlə biz müqayisə eləyə bilərik? Ənvər Məmmədxanlının Qızıl Qönçələr əsərində də Süreyyanın çalğı çaldığını əslində biz görürük xalça toxuyarkən. Demək, Orxan, işdə qarmon səsi odur əlbəttə, odur o. Bax, nasıl ruhlu bir çalğı, yəni bir ruhlu bir çalğı olduğunu deyir. İzzət də deyir ki, əvət, məhzun könül, məhzun musiqi, yəni dərdli, kədərli mənasında əslində deyir. Bax, bu hissəyə də diqqət eləyin ki, əslində demək, İsmətin çaldığı musiqi xoş bir əhval-ruhiyyə ilə çalınan bir musiqi deyildi, kədərli bir musiqi idi. Bax, testlərdə sala bilərlər bunu ki, Qanpoladın gəlməsi xəbərini və yaxud da məktub alması xəbərini eşidəndən sonra gözəl bir musiqi səsləndirir, yəni şən bir musiqi səsləndirir. Xeyr, kədərli idi. Məhzun musiqi, bunu da deyən kim idi? İzzət idi. Bu hissəyə də diqqət edeyim. Orxan, ah, qız nə qız, sultanlara layiqdir, fəqət zalım Qanpolada aşiqdir. Demək, buradan məlum olur ki, əslində Orxanın öz dili ilə məlum olur ki, ona eşq elan eləmək istəyir, yəni ona aşiqdir. Hər gün xəbər tutar gedib gələndən, onun adı bir an düşməz dilindən ki, İsmətdən danışır. Zavallı. İsməti necə adlandırır? Zavallı adlandırır. Kəndi hüsnündən xəbərsizdir, yəni öz gözəlliyindən xəbərsizdir. Bilmiyor ki, eşqində divanəyiz. Bilməm ona nasıl dərd anlatmalı, yalnız yalvarmalı ya qorxutmalı. Kəndisi arqasız, yoxsuldur gerçi. Demək, yoxsuldur.
Qız yoxsuldur. Lakin o qızda bir böyüklük var ki, hər zaman rast gəlsəm ruhum sarsılır, dilim söz söyləməkdən aciz qalır. Yəni burada artıq bir təzad yaratmışdı ki, yoxsuldur, amma böyüklük var orada. Bunu yoxsul və böyüklüyü biz harda görə bilirik ki, həm yoxsuldur, həm də böyük ürəyə sahibdir. Böyüklük var onda, əyilməzlik var. Biz bunu Abdullah Şaiqin Anabacı əsərində, Anabacı obrazı ilə əslində görə bilirik. İzzət, Orxan sən bir yigitsən, düşün biraz, billah bu hal sənə əsla yaraşmaz. Əslində biz əsərin tam əvvəlindən elə görürük ki, İzzət əslində Orxanın İsmətə qarşı olan sevgisinə qarşıdır. Necə qarşıdır? Yəni sadəcə dostunu çox yüksəkdə görür deyə. Yəni deyirsən bir yigitsən, bu hal sənə yaraşmaz. Yaraşdıra bilmir yəni İsmət ona. Orxan, peki nə yapmaq gərək? Bırak varsın, qız kəndisi gəlsin sana yalvarsın. Bax, İzzətlə elə Orxanın əslində oxşarlığı ondan ibarətdir ki, Orxan da özünü demək, yüksəkdə görən bir varlı bir zadəgan kimidir. İzzət də əslində alçalmaq istəmir, yəni heç kəsin qarşısında və dostunun da eləcə heç kimin qarşısında alçalmağını istəmir. Sadəcə fərq ondan ibarətdir ki, Orxan İzzətə aşiq, İsmətə aşiqdir. Orxan deyir ki, xeyr, bu iş mümkün deyildir, haşa, əsla. Mən dərdimi açıb da başdan başa, eşkimi söylərsəm, riza göstərsə, xoşbəxt olur. İzzət, büsbütün rədd edərsə, qəm yemə, Orxan pək də aciz deyil, qarmonun səsi kəsilir. Haydi İzzət, sustu qarmon, çənd çəkir. İzzət 4-5 addım çəkilir, Orxan qayət hiddətli, inan ki, alt-üst deylərəm aləmi. İsmət Orxanı rədd edər, öyləmi? Allah şahid bana olmazsa dəmsaz, bu torpaqda ondan bir iz də qalmaz. Yaşar dağlar başında qartal gibi, qoşar səhralarda bir maral kimi. Bəndən başqa bulunmaz bir ənisi. Bax, burada deyir ki, əgər deyir, rədd eləyərsə, onda neyniyər? Xoşbəxt olar, əgər razılıq verərsə. Rədd eləyərsə isə, Allah şahiddir ki, bu torpaqda ondan bir iz qalmaz. Yəni, bir iz saxlamaram, deyir. Dağlar başında bir qartal kimi, qartala bənzədir onu, tək tənha qalar, səhralarda bir maral kimi. Qartal və maral. Bax, bu hissəyə də diqqət eləyirsiniz, bənzədir. Və deyir ki, məndən başqa ona bulunmaz ənisi. Yəni, məndən başqa ona yar bulunmaz. Orxan, aman, nə yosma qız, bunu deyən kimdir? Orxan. Ah, İzzət deyir, çəkil, çəkil. İzzət çəkilir, Orxan kəndi kəndinə yazıq. Əsla qızın könlü şad deyil. Allah Allah, həm dalğın, həm məhzun, həm kədərlidir, həm də dalğındır deyir. Bir baxışda eylər insanı məcnun. Yəni İsmət bir baxışda insanı özünə neyniyər? Məcnun eləyər, dəli eləyər. Aman ya Rəbb, İsmət, İsmət. İsmət Orxanı görüncə heyrətli. Ah, Orxan. Orxan, nə var, nə yox? Çox şükür, Qampoladdan bugün bir məktub gəldi. Orxan deyir, sən, nərdə Səlma? Qomşudadır, şimdi gəlir. Pəkala, fəqət niçin? Gitmiş mollayı bulsun, məktubu oxutsun, xatircəm olsun. Artıq burada da biz gördük ki, İsmət, həm İsmət özü, İsmətdə, elə Səlma da əslində savadsızdılar. Savadsız. Biz bu savadsız obrazı harda görə bilirik? Az əvvəl də dediyim ki, Abdullah Şaiqin Anabacı əsərində də bu məktub məsələsi var idi və məktubu oxutturmaq məsələsi var idi ki, ana buna çətinlik çəkirdi. Amma buradakı ana isə birbaşa gedir, mollayı bulur, yəni tapır, onu oxutsun və könlü şad olsun deyir. Peki evdə kim var? Orxan soruşur. İsmət deyir ki, kimsə yox. Orxan, İsmət, Allah əsirgəsin. Nədir bu halət? Bətbənizin solmuş, çöhrən dəyişmiş. Qolay sanma deyil bu sadə bir iş. İsmət deyir ki, əvət doğru, fəqət məraq, intizar biraz sıxmış bəni. Orxan deyir ki, qərib halım var. Qampolad getsin qürbətdə sürünsün, sən burada ancaq sol, qayğı çək, düşün. Qürbətdə sürünsün, bax burada sürgün nəzərdə tutur, əslində həbs nəzərdə tutur ki, sən də deyir ki, o orada sürünsün, sən də burada yəni sol, qayğı çək, düşün. İsmət deyir ki, lakin təhəmmüldən başqa çarə nə? Yəni deyir ki, o orada dustaqdırsa bundan başqa bir çarəm yoxdur əslində. Yazıq İsmət, yazıq, sənin hüsnünə mənim gibi binlərcə aşiq varkən, Orxanın dilindən İsmətə qarşı sevgisini görürük əslində. Yəni etiraf edir burada. Etiraf. İsmət deyir ki, ah sus Orxan, sus. Orxan deyir ki, Allahı sevərsən, söylədiyim sözlər yalan mı söylə? Söylə İsmət, yalan mı? Bir fikir eylə. Bütün Dağıstanda var bir şöhrətim, yüksək dağlardan böyükdür həşmətim. Hörmətim, izzətim, varım, sərvətim, nəsli məcabətim, gücüm, qüdrətim, günəş gibi parlıyorkən fəqət mən, yalnız məftunum sana. Ah, yalnız sən. Artıq biz burada Orxanın sözlərindən bizə məlum olur ki, Müsibət-i Fəxrəddin əsərində Cahangir, yəni Cahangir də öyünürdü. Amma yalnız və yalnız demək, səadətə aşiq idi. İsmət deyir ki, Orxan yetər. Burada nə ilə Orxan
Dağıstanda deyir ki, şöhrətim var, həşmətim var, qüdrətim var, hünərim var, izzətim, varım, sərvətim var, nəslim var, nəcabətim, gücüm, qüdrətim var. Günəş kimi parlayıram, özünü günəşə bənzədir. Bax, burada özünü günəşə bənzədir. Orxan, özünü günəşə. Az öncə də qeyd elədim ki, İsməti isə qartal və maralla müqayisə eləyir. Aha, deyir ki, Orxan, yetər, yetər. Orxan deyir ki, İsmət bir düşün, səndən başqa bir düşüncəm yox bugün. Bütün qızlar əsir ikən eşqimə, aha, bütün deyir ki, qızlar mənim eşqimə əsirdir, məni istəyirlər. Mən sənin eşqində batmışam qəmə. Səbrim tükənmiş, taqətim kəsilmiş, huşum, əqlim uçmuş, uyğum çəkilmiş. Səndə əsla mərhəmət yoxmu? Yəni deyir, mənim bu halımı görürsən, səndə bir mənə qarşı insaf yoxmu, mərhəmət yoxmu? İsmət də barmağındakı yüzüyü göstərərək hiddətlə deyir ki, Orxan, İşte barmağımdakı gördüyün nişan Qampoladdan bir yadigardır bana. Ömrüm olduqca bağlıyam ben ona. Ki barmağındakı üzüyü göstərir ki, bu bizim aramızda olan bir bağdır. Orxan deyir ki, bir yüzükdən mi eylərsən intihaz? Yəni bir üzük mü sənin qarşını kəsər? Evet, bu bir zəncir ki, heç qırılmaz, İsmət deyir. Orxan cavabında deyir ki, İsmət, onun heç bir mənası yoxdur. O bir boş xəyaldır. Üzüyü nəyə bənzədir? Xəyal. Deyir, o boş bir xəyaldır, səni qorxudur. Yüzük, nişan yalnız gönüldür, gönül, könlünə. Olma çocuk, sən bana ver könül. Yarın atlanıb bu köydən çıxalım, yiğit kimsə qarşı çıxsın bakalım. Kəndi kəndinə heyrətlə deyir ki, kimsə bizə qarşı çıxa bilməz gərək. Sən könlünü mənə ver, ondan gerisini burax. Allah Allah, yenə çatıldı qaşlar, dəhşət verir qartalvari baxışlar. Söylə fikrin nədir? Cavab ver İsmət. İsmətin baxışları nəyə bənzədir? Qartalvari deyir, yəni sərt. İsmət usanmış, sinirli bir halda deyir ki, artıq yetər, Allah için çəkil get. Artıq usandırır da İsməti, bezdirir yəni. Hörmətin, izzətin, varın, şöhrətin, nəslin, əcabətin, gücün, qüdrətin hep sənin olsun. Çəkil get Orxan. Ben ayrılmam o yoxsul Qampoladdan. O da yoxsuldu, bu da yoxsuldu yəni. Bunun var dövləti, Orxanın var dövləti İsmətdə hər hansı bir dəyişikliyə səbəb olmur. Bütün dünya alt üst olub dağılsa, ondan başqa sevdiyim yoxdur əsla ki. Deyir ki, əgər bütün dünya da dağılsa, alt üst olsa, ondan başqa bir sevdiyim yoxdur. Orxan, İsmət, artıq mənim təhəmmülüm yox, yəni səbrim qutardı yəni mənim. Gəl, sən gəl bu işdə pək inad etmə çox. İnan gözəl, səmər verməz bu inad. Nə sən sağ qalarsan, nə də Qampolad. Burada nə edir? Təhdid. Təhdid edir onu. Və deyir ki, yəni nə səni sağ qoyaram, nə də Qampoladı sağ qoyaram. Orxan deyir ki, get deyir, nə yaparsan yap, çəkil, durma. Orxan da deyir ki, ah öyləmi? İzzət görünərək, Orxan kəndini yorma. Bir gücsüzə yalvarmaqdan nə hasıl? Yenə də İzzətin biz Orxanı elə bir ki, bu yoldan çəkindirdiyini görürük. Əslində, səhv yol olduğu üçün yox ha, yenə qeyd eləyirəm. Yəni, testlərdə düşə bilər ki, səhv yol olduğu üçün. Yəni, vicdanı yol vermir ki, bir nişanlı qıza belə bir təklifdə bulunsun bir yoldaşı. Amma bu deyildi yəni səbəb. Sadəcə və sadəcə Orxanın o, necə deyim, zadəcanlığını, Orxanın varının, dövlətinin, nəcabətinin, nəslinin üstünlüyünü bir vasitə, yəni İsmətə yaraşdırmır, yəni. İsməti ona yaraşdırmır, belə deyim. İsmət deyir ki, ah vicdansız alçaq. Orxana deyir. Orxan deyir ki, İzzət sən çəkil. İzzət də çəkilərək, pəki mən çəkildim, sən yalvar yakar. Sanki yalvardıqca məhəbbət artar. Bir növ elə bir ki, burada istehzanla deyir. Orxan da deyir ki, artıq anladıq, çəkil, dəfol İzzət. Yəni hirslənir öz yoldaşına. İsmət dedi ki, ah xain oğlu xain. Burada xain adlandırır. Və o da İzzət dedi ki, pəki çəkilir. Orxan deyir ki, İsmət o məcnundur, ondan bir şey umulmaz. Saçmadır hər sözü, əsla tutulmaz. Demək, Orxan İzzəti nəyə bənzədir? İzzəti məcnuna. Məcnuna bənzədir. Aha. Və İsmət də istehzanla deyir ki, evet doğru, yoxsa səni bulmazdı, səninlə sirdaş arkadaş olmazdı. Yəni deyir ki, yoxsa səni tapa bulmazdı yəni. Təbii ki, onun sözündə hər saçmadır, hər sözü də tutulmaz onun. Orxan deyir ki, hər nə söylərsən söylə, xoşdur bəncə. Bəllidir ki, olmaz dikənsiz gönçə. Yəni deyir ki, sənin bu sözlərin əslində bir gönçənin tikanına bənzəyir mənim üçün. Hər nazına bən eylərəm təhəmmül, dözərəm yəni, ancaq ayrılığa tab etmə müşkül. Bəndə artıq can qalmamış, mərhəmət. Mərhəmət qıl, insafsız olma İsmət. Ya gəl canımı al, ya ver tazə can. İşte sən, işte xəncər, işte Orxan. Xəncəri çəkib İsmətə uzadır və İsmət də alaraq istehzanla deyir ki, afərin, afərin bu zərbi dəstə. Heç rast gəlmədim belə zərbi şəstə. Orxan yəni deyir ki, ya canımı al, ya da mənə hədd edən mənə can ver. Və əgər canımı alacaqsansa, bu da xəncər, bu da sən, bu da mən. Yəni öldür məni.
O da deyir ki, afərin, afərin. Çocuqluqdan bəri bu məmləkətdə vardım bu sinnə, amma sən fitrətdə, sən xislətdə bir qəhrəman görmədim. Sən təbiətdə bir insan görmədim. Bu haqsızlıq, bu acizlik, miskinlik bir mərd üçün çəkilməz dərdi mühlik. Yazıq Orxan, billah yazıqlar olsun. Sən bir yigitsən, sənə çox ağır olsun. Əslində deyir ki, sən bir igidsən, amma sənin etdiyin hərəkət heç sənə yaraşmaz. Əlindəki xəncəri bir tərəfə atıb gedərək, əvət çox ağır olsun deyir. Orxan da deyir ki, getmə dur İsmət, bilavasitə arxasıca yalvarmış kimi. İsmət, hədyan eşitməyə yox bəndə qüdrət. Yəni boş-boş söz eşitməyə deyir, məndə qüdrət yoxdur, səbir yoxdur. Orxan, dur dedim, dur. İsmət deyir ki, artıq çəkil, get, yetər. Orxan, billah məhv olursun. Yəni artıq yenə də burada nə edirik? Təhdidi görürük biz. İsmət xəncəri göstərərək, al işdə xəncər, uzaqlaşır. İzzət çıxıb yola baxaraq, Orxan, gələn var, aman çəkil, durma. Ah zalım deyə səslənir arxasıca qızım, yəni İsmətim. İzzət deyir ki, gəl canım, kəndini yorma. Orxan azacıq çəkilərək, İsmət, İsmət, getdim, unutma, lakin İsmət, get hər nə istərsən yap, alçaq miskin, etinasızca evə girər. Artıq burada biz bunların bir-biri ilə dialoqunun sona yetdiyini görürük. Orxan, ah bənmi? Yəni deyir ki, mənə deyirsənmi alçaq, mənə deyirsənmi miskin? Sus canım, sus, İzzət deyir. Orxan, İsmət, İzzət deyir ki, Orxan gəl haydı. Orxan deyir ki, uf, sevimli parlaq yılan. Yəni burada nəyə bənzədir? Sevimli parlaq yılan. Bax, İzzəti Məcnuna bənzədir, İsməti isə parlaq ilana bənzədir. Hər iki şaşırmış bir halda tez ağaclığa çəkilib saklanırlar. İsmət biraz sonra təkrar dışarı çıxar, ətrafına baxınaraq, getmiş artıq əsər yox qəhrəmandan, mütləq bəni eyliyormuş imtihan. Yəni bura qədər artıq inana bilmirik ki, yəni həqiqətən də Orxanın hissləri doğru ola bilər. Yəni sadəcə deyir ki, bəlkə də məni imtihan eləyirdi. Fəqət bilməz ki, İsmət Qanpoladsız məhv olur da dönüklük etməz hərgiz. Ah şu xəncər, vay zavallı Orxan, şübhə yox unutmuş şaşırdığınla. Demək, xəncər düşür orada qalır. Xəncəri yerdən alaraq, gerçəkdən pək gözəl, pək süslü xəncər, bir parçacıq polad, lakin bir əjdər. Bax, o xəncərin düşüb qalması hissəsini biz Kitab-ı Dədə Qorqud dastanında da görürük. Uruzun demək, qamçısı düşür, qalır. Yəni özündən bir nişanə kimi də. Yəni orada xəncər yox, qamçısı qalır. Burada da süslü bir xəncər qalır Orxandan. Bir parçacıq polad, lakin bir əjdər, bir vuruşda məhv oluyor bir insan. Birdən-birə Səlimi görüb xəncəri gizlədərək, ah Səlim. Səlim deyir ki, İsmət, söylə Qanpoladdan nə xoş xəbər var? Nə yazmış, nə etmiş? Bilməm deyir. Bilməm. Çünki oxuya bilmir axı. Səlma nerede? Birdən testlərdə düşə bilər ki, yəni ümumiyyətlə Hüseyn Cavid ana dramında maarifçilik ideyalarını yaymışdımı? Xeyr. Yəni maarifçilik ideyalarının yayılmasını biz görmürük burada. Yəni savadsızlıq əslində toxunulur, oxuya bilmirlər, amma maarifçilik yönündə hər hansı bir necə deyim, işartını biz görə bilmirik. Yəni oxuma, təhsilə yönəlmə kimi. Bax bu hissələr, yəni belə bir sual düşsə səhvdir. Səlma nerede? Səlim soruşur. İsmət cavab verir ki, qonşuya getmiş. Səlim, niyə? İsmət, məktubdan bir xəbər bilməyə. Səlim, fəqət bir talaş var sənin yüzündə. İsmət deyir ki, nasıl təlaş? Səlim deyir ki, işdəsən, işdə çöhrən, səndə bir iş var, gizliyorsun bəndən. İsmət deyir ki, inan ki, yox burada bir gizli iş. Pəki səbəb nə? Söylə, rəngin qaçmış. Aha, burada deyir ki, keçən gecə bir xeyli fikrə daldım, düşündüm, uykusuz qaldım. Odur ki, bəndə qalmamış bədbəniz. Yəni bunu nə ilə əlaqələndirir? Uykusuz, yəni yoxsuz qalması ilə əlaqələndirir. Bax, biz bunu hansı əsərlə müqayisə eləyə bilərik? Demək, Səməd Vurğunun Vaqif dramında. Xuraman da əslində neynir? Əhval-ruhiyyəsinin olmamasını Vaqifdən ilk əvvəl gizlədir. Daha sonra isə Vaqif irəli getdikcə deyir ki, mən bilirəm də səndə bir halət var, bunu aşkar elə. O da deyir ki, mən eşitmişəm ki, yəni sən vəzirlikdən necə deyim, uzaqlaşdırırlar. Burada da ilk əvvəl İsmətin əslində biz boynuna almadığını görürük. Yəni elə bir ki, yalan danışdığını görürük. Səlim deyir ki, xeyr, bu uydurma bir sözdür. Yalnız İsmət deyir ki, ah neyləyim qardaşım, Qanpoladsız günün bir yıl keçər, bir nişanlı. Ah neyləyim qardaşım, Qanpoladsız günün bir yıl keçər, bir nişanlı qız. Nerede görülmüş böyle qayğı çəksin, bir yıldan başdan başa göz yola diksin. Allah için söylə, haqsız mıyım? İsmət, Səlim İsmətin qolundan tutub çəkərək, gəl, çocuq olma. İsmət, sən get, xəncər düşər. Aha, burada artıq xəncər düşür. Ah deyir. İşte xəncər. Yəni xəncəri yerdən alaraq, İsmət, bu xəncər nə yanında? Bu əjdər, nə saklamışsın qoynunda? Şimdi buradan keçərkən yerdə buldum.
Merak etdim kimindir deyə aldım. Yenə də İsmət yalan danışır. Boynuna almır, yəni doğrunu. Mən səni bir doğru qız zənn edərdim. Səndəki aldatmaq da varmış. Yəni qardaşı ona deyir ki, səndə aldatmaq da var imiş. Səlim, inan ki, heç bir sözümdə yoxdur xilaf. Mən yalan bilməm. Səlim qızğın bir tərzdə istəməz başqa laf. Söylə, açıq söylə, hər nə var söylə. Doğru söylə İsmət, şaşırma belə. İsmət də kəndisi deyir ki, Allah Allah, bir bəlaya tuş oldum. Səlim deyir ki, İsmət, inan, qaldım şübhə içində. Cavab ver, sonra get, bir iş var səndə. Səlim, vazgeç Burak. Səlim inadla deyir ki, İsmət, heç olmaz. İsmət artıq sinirlənir. Allah İsməti öldürsün. Allahdan özünə ölüm istəyir. Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər. Səlim də kendisinə ah qurnaz, yəni işbaz deyir də. Bax, nə qədər mahir, nasıl şivəbaz. Bir iş var. Ancaq sakınır qızcığaz, sir vermək istəməz, açmaz ağzını. Xeyr, bu halda mən görmədim onu. Yəni deyir ki, bacı mənimdir də, yəni bu halda görmədim mən onu. İsməti çağıraraq, İsmət, nə var? Sözüm var sana. Allahın sevərsən, çıx get bir yana. Səlim deyir, gəl bəri İsmət, bəri gəl. Səlim, get. Səlim, İsmətə yaxınlaşaraq, getmək qolay, ancaq sən etiraf et. Anlat başından keçəni büsbütün. Yoxsa mən sənə rahat verməm bugün. Qıymaq mı istiyorsun sən kəndinə? Aha, burada Səlim artıq əslində olanları bilmədiyinə görə elə başa düşür ki, əslində İsmət öz canına qıymaq istəyir. Yəni özünü öldürmək istəyir. Bu xəncərlə oynamaqda məqsəd nə? Səlim, çıldırdın mı? İsmət cavab verir. Səlim isə, əvət, çarə bul. İsmət, bəndə bir şey yox qardaşım, əmin ol. Kimin bu xəncər? Xəbərin yoxmu? İsmət deyir, yox. Yenə yalan ardına yalan. Səlim, ah bu yalan, bir söz, zəhərli bir oq. Ağzından çıxıb qəlbimə saplanır, vücudumda qan coşar, alovlanır. Söylə İsmət. İsmət deyir, xəbərim yox, dedim ya. Öyleysə and iç, bitsin bu qavqat. Yəni ki, bu, necə deyim, dava bitsin deyir, and iç. Nasıl? And içmək mi? Səlim İsmətin yaxasından tutub sirkələyir. Artıq bacısının, necə deyim, o səbri taqəti qalmır. Yaxasından tutub sirkələyir İsməti. Şübhəsiz. İsmət də kendisinə, eyvah, Səlim, söylə İsmət, söylə ki, vallah, billah bu xəncərdən heç xəbərim yox mənim. Həm də kimindir bilməm əsla. İsmət cavab verir ki, Səlim, bütün dünya dağılsa mən and içməm. Yalandan deyir, ona görə and içə bilmir. Səlim hiddətli, mən də inan israrımdan vazgeçməm. Səlim çocuk deyil, hər giz aldanmaz. Billah de qurtul. İsmət kəndisi, ah inadlı qanmaz. Qardaşına nə deyir? Qanmaz deyə səslənir qardaşına. And içsəm olurum Allah düşməni. And içməsəm susturmaq olmaz onu. And içsəm olurum Allah düşməni. Fəqət xeyr, mümkün deyil and içmək. Hər nə varsa açıb söyləyim gərəkdir. Yəni and içməkdənsə hər nə varsa, yəni deyim, danışım, ondan sonra açıq olsun yəni hər şey. Səlim, İsmət söylə, neçin sustun? İsmət deyir ki, ah Səlim, bəndən qorxma, heç qorxma. İsmət cavab verir ki, ah söyləyim qardaşım, ancaq bu sirri bir sən bilməlisən, bir mən. Səlim deyir ki, İsməti bir tərəfə çəkərək, gəl bəri, heç qəm eyləmə. İsmət, faş edilsə bu sir, inan ki, pək böyük fəlakət baş verir. Yəni deyir ki, əgər bu sir aşkara çıxsa, bir fəlakət baş verə bilər, qırğın olar. Səlim deyir ki, pək anladıq, söylə artıq. Şimdi bağçaya çıxmışdım, Orxanı gördüm. Nasıl Orxan? Bu kim? Hangi Orxan? Qonşumuz Xanzadə, zəngin bir cavan. İsmət cavab verir ki, qonşumuz. Buradan bizə məlum olur ki, İsmətin dilindən məlum olur ki, Orxan əslində İsmətgilin qonşusudur. Qonşusudur. Aha. Çox gözəl, bildim. O bizim əhbab. Əhbab qohum mənasında, bir tərəfdən də qohum mənasındadır. Sonra İsmət deyir ki, gördüm yavaş-yavaş yaxlaşır. Səlim deyir ki, əvət, sonra. İsmət, məktubdan Qampoladdan əhval sordu, cavab verdim bir zaman. Qüvvətindən, varından çox söylədi. Sonra birdən elanı eşq eylədi. Gəl qaçalım dedi başqa bir yana. Aha, bütün olanları İsmət birəbir neyniyir? Danışır. Aha, Səlim deyir ki, pəki, cavab vermədinmi sən ona? İsmət cavab verir ki, əmin ol, pək gözəl cavablar verdim. Dəf ol dedim, gözlərinə tükürdüm. Yəni ki, deyir ki, cəhənnəm ol dedim. Səlim, nihayət. İsmət cavab verir ki, pək çox yalvarıb yakardı, xəncərini tez qınından çıxardı, verdi bana. Öldür dedi Orxanı, öldür işgəncədən qurtulsun canı. Necə var, elə də danışır yəni ki. Səlim deyir ki, öyləmi, ah rəzil, xain, pəki nə yapdın sən? İsmət cavab verir ki, dedim, get miskin, çəkil get dedim, ədəbsiz, həyasız. Sonra çəkildim evə etinasız. Səlim deyir ki, afərin dostumuz, afərin Orxan. Sonra İsmət cavab verir, evdə gecikdim az bir zaman, çıxdım bir də baxdım ondan xəbər yox, ancaq qalan yadigar bu xəncər.
Səlim deyir ki, heç zərər yox. Fəqirlər aciz deyil. Yəni özün nəzərdə tutur ki, aciz deyilik yəni. Sən bəklə Səlmayı, ondan xəbər bil, sonra evimizə get, burada gecikmə. Həm söz açma bu işdən heç kimə. İsmət cavab verir ki, insan kəndinə heç eylərmi rüsva? Aha, burada artıq biz İsmətin düşüncələrini görürük ki, yəni insan deyir özünü heç, yəni bir növ elə bir ki, Qanpoladın ona eşq elan eləməyini özünə rüsvaylıq bilir. Ona görə deyir ki, heç özümü rüsva eləyərəmmi? Yəni heç kimə demərəm. Səlim deyir ki, haydi get evdə bəklə, burada durma. İsmət deyir, pəki, itaət borcumdur qardaşım. Yəni burada artıq ona qarşı gəlmədiyini görürük. Evə doğru gedərək kəndi kəndinə öz-özünə deyir ki, ah nələr çəkəcək ağrımaz başım. İçəri girər, Səlim də kəndi kəndinə hiddətlə deyər ki, Orxan istər xan olsun, istər sultan, haqsızlıq əfv olunmaz heç bir zaman. Orxanın elədiyi hərəkəti haqsızlıq hesab edir. Şimdi yalnız bulub gizli bir yerdə anlatırım həddini bir xəncərlə. Yəni deyir, öldürərəm onu. Orxanın xəncərinə diqqətlə baxaraq, gerçəkdən pək kəskin silahdır yenə, ən nihayət qismət olsun kəndinə. Yəni burada artıq biz Səlimin Orxanın öz xəncəri ilə öldürmək istədiyini görürük. Deyir ki, yəni özünə qismət olsun. Bir də dosta əyri baxan azğınlar eşitsinlər, qoy ibrət alsınlar. Xəncəri qoltuğunda gizlər, ətrafına baxınaraq uzaqlaşır. Sonra Orxan və İzzət ağaclıqdan çıxarlar. Orxan qəhqəhə və istehza ilə od alev saçıyor qəhrəman Səlim. Artıq biz burada görürük ki, Orxan əslində heç bir yerə getməmişdi İzzətlə. Elə ağacların arxasında əslində demək İsmətlə Səlimin o bir-birinə olan dialoqunu, bir-birinə olan söhbətini eşitmişdi hamısını. Orxan qəhqəhə istehza ilə od alev saçıyor qəhrəman Səlim. Eyvah, demək son nəfəsimdir mənim. Yəni istehza edir də, güya ki sən mi öldürəcəksən məni? Səlimin getdiyi tərəfə baxaraq, get bakalım, get ara bul Orxanı, get bul sana dost görünən düşmanı. Məhv et, parçala, anlasın həddini, bundan sonra küçük saymasın səni. İzzət deyir ki, düşmən hər nə qədər aciz olsa da, məğrur olub küçük sanma. Xanzadə. Bax bunu İzzətin biz dilindən eşidirik əslində ki, deyir nə qədər ki kiçik də olsa düşmən, sən onu kiçik bilmə, yəni aciz bilmə. Orxan sözün doğru, pək doğru, lakin İzzət kim yigitsə söz onundur nihayət. Kim igidsə deyir ki, söz də onundur, yəni. Heç tələsmə, burada dur. Şimdi bir də İtmami höcət eylərim İsmətə. Təklifimi xoş görürsə nə ala, rədd edərsə inan yaşatma məsla. Artıq ikinci dəfə Orxanın İsmətin yanına gedərək özünə, demək İsmətin fikirlərini dəyişmək istəməsini görürük. İzzət şaşqın bir halda göstərir. Ah, bu gələn kim? Usanmış bir halda Orxan cavab verir ki, Allahın bəlası. Allahın bəlası dediyi kimdir? Səlma. Səlmanı demək Allahın bəlası adlandıran Orxandır. Səhih kimdir? Yəni gələn kimdir? Qanpoladın anası, Orxan deyir. Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dışarı çıxıb baxınır. Aha, burada artıq Orxanın İsmətə qarşı ikinci dəfə gəlməsini görürük, amma hələ ki gəlib çıxa bilməyib. Aha, sonrasına baxaq. Səlma gələrək yəni onlara mane olur. Səlma gələrək sevinc ilə, İsmət, qızım, müjdəmi ver, müjdəmi, muştuluq istəyir. Bundan sonra gül, sevin, tərk et qəmi. Şükür, çox şükür, sapasağlam, könlü şad. Bugün yarın gəlmək üzrə Qanpolad. Ya deyir bugün, ya da yarın gəlmək üzrədir. Həm də sən də könlünü şad et ki, o sapasağlamdır, yəni. İsmət kəndisinə deyir ki, Allaha şükür. Gəlmək üzrəmi? Səlma deyir, hay, yazdığından bəllidir. Bir ay, tamam bir ay tədarük etməkdədir. Çox ehtimal ki, bu axşam gəlir. Çox ehtimal eləyir. Ha, dəqiq demir ki, bu axşam gəlir. Sadəcə deyir ki, bugün ya yarın gəlmək üzrədir və bəlkə də bu axşam gələr ehtimal ki. İsmət heyrətlə, nasıl? Səlma deyir ki, evet, bu axşam ya sabah kavuşturur sizi o qadir Allah. İsməti süzərək, həm də yazmış ki, söylərsən İsmətə, toy başlamalıdır gəldiyim həftə. Gəldiyim həftədir ki, toy başlamalıdır. İsmət utanıb başını aşağı dikər. Gəl utanma, hifz etsin sizi tanrım. Gəl öpəyim səni, gəl quzum, yavrum. İsməti qucaqlayaraq öpür sevincindən. Gül rəngin afət görməsin, solmasın. Afət burada bəla mənasındadır. İsmət, heç bir günüm sənsiz olmasın. Bax, bunu adətən testlərdə çaşdırırlar şagirdləri ki, bunu demək, Qanpoladın dilindənmi və yaxud da Orxanın dilindənmi verirlər? Xeyr, İsmət, sənsiz heç bir günüm olmasın deyən Səlma idi. İsmət deyir ki, rüsxət versəniz, yəni icazə versəniz, şimdi gedib evimizə söyləyim tez. Yenə tez gəlirim, çünki anamgil hep müntəzirdir, kimsə rahat deyil. Deyir ki, gedim anamgilə xəbər verim, onlar da rahat olsunlar. Səlma deyir ki, pəki quzum, get, söylə, anlat bütün, qoy sevinsinlər, fəqət sən çabuk dön. Çünki evdə biraz hazırlıq görək. İsmət gedərək, çox gecikməm deyir. Səlma da haydi get, parlaq çiçək. Nə adlandırır? Parlaq çiçək adlandırır. Bax, bundan əvvəlkində isə biz İsməti
Orxan tərəfindən sevimli parlaq yılan deyə bənzətdiyini görmüşdük. İsmət uzaqlaşaraq kəndi kəndinə, ah fəqət intiqam dilərsə Orxan, İsmət xoşbəxt olur ikən olur bağrıqan, göyə doğru deyir ki, ey bizi yoxdan yaradan Allah, rəhm elə səndən yox bir başqa fəna. Allaha müraciət artıq biz İsmətin dilindən də eşitdirik. Ki, burada artıq bir bilavasitə təlaşa düşür ki, Orxan əgər deyir ki, evlərinə gedərkən fikirləşir ki, birdən o qisas almaq istəyərsə, intiqam istəyərsə. Orxan, ah demək ki, Qampoladdan xəbər var. İzzət, evet, yarın şübhəsiz gəlir çıxar deyir. Axı bunlar izləyirlər. Orxan deyir ki, zərər yox, onu mən sağ qoysam əgər, dünyada yox bəndən alçaq bir nəfər. İzzət yana, mərd atalar bir məsəl söyləmişlər, daldan atılan daş topuğa dəyər. Başqa hansı əsərlərdə biz atalar sözlərinə rast gəlirik? Bax, o hissəni yazarsız sual işarəsi qoyuram. Yəni, şərh bölməsində qeyd etsəniz sevinərəm. Orxan deyir ki, bir ay pusmaq lazım gəlsə aç susuz, bəklərəm onu rahatsız uykusuz. Aman verməm ki, sağ qovuşsun evə, nazlı yarın öpsün sevə-sevə. İzzət də deyir ki, ah sən nə üçün qandırmadın İsməti, nə üçün əlindən çıxardın fürsəti. Bir həftə əvvəl qız birdən-birə alıb qaçırsaydan başqa bir yerə. Şimdi gözəl-gözəl sürüb keyfini, Qampoladdan çıxarmışdın heyfini. İzzətin bu təklifini biz Müsibət-i Fəxrəddin əsərində Fəxrəddin əsərində əslində görürük. Bunu kimin dilindən görürük? Bunu da şərh bölməsində yazarsınız. Orxan, of ağrıdan sanki çatlıyor başım. İzzət deyir ki, yigit hər zaman yigitdir qardaşım. Yenə az çox fürsət var hələ. Yalnız açıq göz ol, sən vaxtı bəklə. Orxan deyir ki, xayır, bəklədikcə həfsələm bitər. İzzət deyir ki, haydi gəl gedəlim. Artıq gəl yetər. Orxan, ah qəlbimdə sanki od alov dolmuş. İzzət deyir ki, gəl canım gəl. Peki, Orxan razılaşır. İzzət, bax axşam olmuş. İnan buradan getməm İsməti görməyincə. Şaşırdın mı deyir İzzət. Orxan, nasıl? İsmət şimdicə müjdə üçün getmədi mi? Artıq Orxan o qədər başını itirir ki, İsmətin getdiyini görmür. Xayır, mən görmədim, heç görmədim, deyir Orxan. İzzət, ah bugün sən pək başqa bir hal keçirməkdəsən. Orxan deyir ki, gəl. Nə yapmaq istiyorsun, söylə əvvəl. İzzət soruşur. Orxan da deyir ki, İzzət, gəl. Çox söyləmə, çox uzatma. Şimdi bulmalıyım ben onu. İzzət dedi ki, amma böyle söyləməkdən bir şey umulmaz. Təhəmmül gərək qardaşım. Yəni ki, deyir ki, səbr eləmək gərəkdir qardaşım, səbr. Demək, səbr hissəsini biz İzzətin dilindən görürük. Orxan, heç olmaz, ər kişidə olur bir söz məram, əzm eylədim, məhv olsam, tamam, aləm tamam, dönməm geri, hər yan bana açıq yol. İzzətin qolundan tutub çəkir və haydi deyir, gəl gedəlim, fəqət əmin ol, ya gərək İsmət eşqimə inansın, ya gərək Qampolad alqanlara boyansın. Ya deyir ki, gərək mənim eşqimə demək, İsmət cavab versin, ya da ki, Qampolad öz demək, qanlarına boyansın. Yəni onu gərək öldürəm. Aha, davam eləyək. Demək, ikinci hissəyə keçdik. Səlma deyir ki, biraz sonra dışarı çıxaraq sevinc ilə, ya Rəbb, şükür dərgahına çox şükür. Səlma da aqibət xoş bir gün görür. Əlindəki məktuba baxaraq, gerçək, kim zənn edərdi birdən-birə, bir kağız belə ruhu şədləndirə. Oğlum Yusif kimi həbsə düşmüşdü, şükür qurtulmaq xəbəri yetişdi. Ah, onu yalnız bir də sağ görəydim, dünyada olmazdı həsrətim, qəmin. Demək, burada baxın, bu hissəyə baxın, diqqət eləyin ki, deyir ki, oğlum Yusif kimi həbsə düşmüşdü. Oğlunun Yusifə bənzədilməsi var burada. Biz bunu hansı əsərdə görmüşük? Xalq nağıllarının birində. Demək, dərzi şagirdi Əhməd nağılında Əhməd Yusifə bənzədilir Qaravaş tərəfindən və burada həbsə düşdüyünü biz kimin dilindən görürük? Bunu da Səlmanın dilindən görürük, yəni həbsə düşdüyünü. Aha, indi keçək və bir arzusu var idi ki, onu sağ görsəydim deyir bir. Yəni ondan başqa həsrətim, dərdim olmaz idi. Səlim bir tərəfdən çıxaraq Səlma bacı müjdəmi ver, müjdəmi. Demək, müjdə xəbərini gətirən kimdir? Səlim. İlk əvvəl gətirən Səlimdir. Səlma, nasıl müjdə? Gəldi oğlum. Aha, burada verir müjdəni. Təlaş ilə. Səlma deyir ki, köydəmi? Səlim deyir ki, evet, köydə şimdi gəlir. Yəni deyir, kənddəmi? Səlma sevinci ilə, ah yavrum, hər bəladan saxlasın sizi tanrım. Söylə, müjdə kimi, nə istərsin, arslanım? Artıq sən bilirsin, deyir Səlim. Səlma da deyir ki, pəki sultanım. Pəki sultanım dediyi kim idi? Səlimi. Səlimə deyir. İçəri girər, kəndi-kəndinə gəzdim, dolaşdım, uğradım hər elə, mən böyle bir qadın görmədim hələ. Böyüklükdə, mərhəmətdə seçilmiş, alicənablıq boyuna biçilmiş. Söz yox, böyle qəlbi geniş qadından doğar Qampolad kimi bir qəhrəman. Qampoladın demək, bu cür, yəni
mərhəmətini, böyüklüyünü Səlmadan aldığını deyir və artıq bax bu hissəyə diqqət eləyin əziz şagirdlər. Çünki bunu bəzən Muradın dilindən verilmiş bir ifadə kimi səsləndirirlər. Düzdür, Murad da Səlma ananı öyür, amma böyüklükdə, mərhəmətdə seçilmiş, alicənablıq boyuna biçilmiş deyən Səlim idi ki, söz yox ki, deyir ki, belə qəlbi geniş qadından da bir Qanpolad kimi qəhrəman doğar. Bunu deyən Səlim idi. Bax bu hissələrə diqqət edin. Səlma əlində bir kəmər çıxaraq, işte gümüş kəmər, həp də yepyeni, sonra yenə məmnun eylərim səni. Bax, burada gümüş kəmər verir ona. Gümüş kəmər, amma sonrasında da deyir ki, sonra da məmnun eylərim səni. Çox sağ ol, toyda bir xələtim var, Səlma deyir. Bu bəncə ən dəyərli bir yadigar. Deyir ki, gümüş kəməri verəndən sonra deyir ki, mən səni sonra da məmnun eylərəm, şad eylərəm ki, toyda da bir xələtim olacaq. Səlim də deyir ki, bu ən dəyərli bir yadigardır ki, bir yadigar ki, heç unutmam bunu. Əcələ qoşub gedərək, şimdi gedib qarşılayım oğlunu. Get aslanım, get sevindirdin mənim, Səlma deyir. Oğlum, şadikam etsin Allah səni. Ah, ürəyim sanki dönmüş məşələ, ya Rəbb, təhəmmül ver, səbr ətayı ilə. Hər anayı et mənim kimi dilşad, sevinc ilə. Bax, Allahdan hər ananı özü kimi sevincli olmasını arzulayır əvvəl. Of, yenə sağ gəlib çıxdı Qanpolad. Qorxarım ki, xəbər duyarsa İsmət, sevincindən məcnun olur nihayət. Bu sırada yaxında 4-5 əl şiddətli tapança açılır. Səlma təlaş ilə 5-10 addım səs gələn tərəfə yürüyərək, ah, bu qurşun nə? Ruha dəhşət verir. Aman, ya Rəbb, hep tüklərim ürpənir. Köydə mütləq qanlı bir atışma var. Yoxsa yenə çarpışırmı qaçaqlar? Murad əlində bir boş tapanca olduğu halda təlaş ilə qoşaraq, eyvah, can qurtaran yoxmu? Bax, biz Muradı burada artıq özünün təlaş içərisində, yəni saxlanma bir yeri tapmaq üçün təlaşda olduğunu görürük. Səlma deyir ki, nə var? Murad, imdad, həmşirə, imdad, bəni qurtar deyir ki. Səlma da deyir ki, gəl oğlum, gəl, heç qorxma. Murad deyir ki, ah mərhəmət, yoxsa məhv edərlər bəni bu saat. Səlma da evi göstərir, haydi gir çabuk bir tərəfdə saklan, Allah böyükdür, heç bir şey olmaz inan. Murad da deyir ki, ah xanım, bir sənsin mənim pənahım, yəni bir qurtaranım sənsən, mən qərib kimsəm yox, bir günahım. Yəni artıq burada bindir qəribəm, qəribə adlandırır və günahsız adlandırır özünü ki, bir günahım yoxdur. Görün necə alçaq və miskin bir insandır. Səlma deyir ki, haydi gir içəri, gizlən bir yanda, təlaş etmə, kəndini bil amanda. Murad da kəndi kəndinə, yəni öz-özünə, Orxan, Orxan, işte sənin üzündən qatil oldum. Artıq öz-özünə deyir ha bunu, Səlmaya demir. Səlma artıq çəkil, durma sən. Murad deyir ki, Allah razı olsun. Səlma deyir, tez çəkil, durma. Murad ah deyə içəri girər. Səlma da deyir ki, zavallı. Demək Muradı ilk əvvəl zavadlı adlandırır. Pək çox qorxuyor amma kim bilir hangi vicdansız qudurmuş, biçarəyə məhv etmək istiyormuş. Həm qərib, həm kimsəsiz, həm köməksiz. Bütün dünya toplanıb gəlsə hər giz. Allah şahid, mən onu verməm ələ. İnsaf yoxmu? Səlma ölməmiş hələ. Artıq burada bilavasitə Muradın köməksiz olduğuna inanır və günahsız olduğuna inanır və onu sığınacaq kimi öz evini göstərir və deyir ki, kim gəlirsə gəlsin. Mən, Allah şahidi ki, mən onu ələ vermərəm. Səlim əlindəki xəncər təlaş ilə qoşur. Ah, o xain nerdə, qatil nerdə deyir. Səlma da deyir ki, kim oğlu? O deyir ki, miskin neredədir? Səlim deyir. Və Səlma deyir ki, yavrum, Qanpoladdan xəbər ver mənə ki, burada bir qaçmadı mı bir yana, əcələ bir tərəfə qoşmaq istəyərkən Səlim, Səlma da qollarından tutub təlaş ilə, o kim? Nasıl qatil bu deyir. Səlim deyir ki, Çərkəz Murad. Artıq biz burada evinə, demək, sakin elədiyi insanın Murad olduğunu Səlimin dilindən eşidir. Orxanın yoldaşı alçaq bir cəllad. Səlim, vazgeç oğlum, qaçan qovulmaz. Səlim deyir ki, xayır, bir vəhşiyə mərhəmət olmaz. Kim kimi öldürmüş? Hələ ki, burada ananın xəbəri yoxdur. Deyir ki, bir anlat. Səlim də deyir ki, sorma, ah, bilməm. Nə var, söylə, Səlma deyir. Səlim də deyir ki, heyhat, bu bir cinayətdir ki, ağzım, dilim söyləməkdə aciz. Səlma deyir ki, ah, Səlim, Səlim, hər nə var, at söylə, anlat həbsini. Səlim deyir ki, işte səfil Orxan vicdansız dəni, vurulmuş İsmətə qarşılıq yalnız təhqir eyləmiş onu biçarə qız. Alçaq hərif bundan öfkələnmiş, Qanpoladın gəldiyini öyrənmiş. Fürsətdir deyə kəsmiş yolu cəllad, pusub durmuş yanında İzzət Murad. Birdən-birə hər üçü. Səlma deyir ki, söylə, söylə. Artıq burada Səlimin biz Orxanın İsmətə qarşı duyduğu sevgini Səlimin Səlmaya anlatmasını görürük, yəni başa salmasını görürük. Səlma deyir ki, söylə, davamını söylə, yəni. Səlim deyir ki, hücum eyləmiş qurşunla, xəncərlə, bən qoşaraq qaçırmayıb fürsəti, varıb gördüm ki, Orxanı, İzzəti, ilk ateşdə Qanpolad sərmiş yerə, hər ikisi parçalanmış, gəbərmiş. Orxanla İzzəti, demək kim? Qanpolad öldürür. Yəni, bunların ikisini də öldürür Qanpolad.
Səlma deyir ki, südüm halal olsun oğul Qanpolad. Peki sonra Səlim deyir ki, ah fəqət xain Murad nişanlamış Qanpoladın qəlbini. Artıq burada anaya məlum olur, deyir, ah. Səlim deyir ki, sağalmaz bir yara açmış dəni. Səlma deyir ki, of quzum, toy qismət olmadı sana. Şiddətli ağlar, biraz da tədbiri tevri ilə. Xayır, xayır, göz yaşı dökməm ona. Gerçi dünyadan almamış kamını, qanlısından almış intiqamını. Yəni deyir ki, İntiqamını almışdı. Göz yaşı tökməyəcəm. Səlim deyir ki, fəqət Murad qaçsa da sağ qurtulmaz. Bir tərəfə qoşmaq istəyərkən Səlma hiddətli şəkildə Səlim, burax getsin, qaçan qovulmaz. Yüzlərcə öylə miskin parçalansa bir tükünə dəyməz oğlumun əsla. Deyir, əgər sən onu parçalasan da mənim oğlumun bir tükünə dəyməz. Qaytaracağım oğlumu? Yox. Səlim gəldiyi tərəfə baxar, birdən-birə həyəcan ilə gəl ana, oğlun gəldi işdə. Artıq bax Səlim burada həm Qanpoladın ilk gəlmə xəbərini də verən Səlimdir. Qanpoladın vurulduğu xəbərini verən də ilk Səlimdir. Səlma yola baxaraq, eyvah, kaş ki öləydim, görməyəydim, Allah. Hər ikisi yola doğru qoşar, sonra Qanpolad yaralanmış olduğu halda bir ləzginin yardımı ilə görünür. Yəni yardım eləyən ona kimdir? Ləzgidir. Bu hissəni də yadınızda saxlayın. Səlim, Səlma da ətrafına almış olurlar. Səlma oğlunu bağrına basıb ağlayaraq, oğul, of anam, can Qanpolad, ah sana kim qıydı, kim, hangi cəllad? Ağlama, heç kimsə qıymamış bana, düşmənim, qanlı taleyimdir ana. Bax, bunu deyən Qanpoladdır ki, heç kimi günahkar bilmir, deyir ki, mənim düşmənim qanlı taleyimdir. Bir sırada anasının qucağına yıxılıb uzanır, ana heç təlaş etmə, heç sıxılma deyir. Səlma deyir ki, ah yavrum, kaş ki məhv olaydı Səlma, görməyəydi səni alqan içində. Ləzgi hiddət və təəssüflə, ah deyir Murad, alçaq Murad, ləzginin artıq biz burada deyimini bilirik. Durma səndə, haydi fürsətdir intiqam almalı Səlim deyir. Demək, intiqam peşində olan Səlimdir. Qanpolad deyir ki, Səlim istəməz. Artıq burada biz Qanpoladın Səlimə etirazını görürük ki, Səlim deyir, istəmirəm. Ləzgi deyir ki, xayır, tez bulmalı. Evet, xain gərək həddini bilsin. Namərd izi yer üzündən kəsilsin. Demək, həm Səlimi istəyir qatilin həddini bildirməyi. Həm Ləzgi istəyir. Həm də İsmət istəyir. Bax, növbəti dəfə görəcəksiniz əslində. Bax, üçü də istəyir ki, o öz demək qanlısından, yəni intiqamı alınsın onun. Qanpolad deyir ki, Səlim, bırak haqsız yerə qan tökmə. Burada da müsbət Fəxrəddində Fəxrəddin obrazını görürük. Oxşar kimi. Fəxrəddin obrazını görürük burada. Yəni oxşardır Qanpoladla. Mən kəndim intiqam aldım onlardan, Qanpolad deyir. Ah yavrum, quzum, sən rahatsız olma. Nasıl? Yaran nasıl? Səlma deyir. Qanpolad deyir ki, of yandım anam, alevləndi qəlbim, tükəndi səbrim. Ah biraz su. Ateş almış hər yerim. Səlma deyir ki, aman evladım, su zərərdir sana. Qanpolad deyir ki, ah nerede İsmət, çağırın gəlsin bana. Bu da Fəxrəddindən eynidir, Saadət istəyir. Səlma, oğlum şimdi gəlir, buradaydı əvvəl. İsmət, son nəfəsimdir. Ah çabuk gəl, gediyər Qanpolad deyə Qanpolad səslənir. Səlma deyir ki, ah aslanım, qurban olsun sana dəyərsiz canım. Qanpolad deyir ki, əlvida gözəl İsmətim. Səlma ayağa qalxaraq, aman, ya Rəbb, uf, kəsildi taqətim deyir. Qanpolad deyir ki, İsmət, ah sən misin? Səlma deyir ki, ya Rəbb, mərhəmət ya Rəbb. Bu sırada İsmət gəlir. İsmət gəldi. İsmət ilk baxışda şaşıraraq donub qalır, çünki gözlədiyi bu deyildi. Qanpolad deyir ki, İsmət deyir ki, ah Qanpolad, əlvida. İsmət deyir ki, eyvah, hönkür-hönkür ağlayaraq Qanpoladı qucaqlayır. Əşhədü ənə la ilahə illallah. Biz bunu Əşhədü ənə la ilahə illallahı Müsbət Fəxrəddin əsərində Səadət də oxuyur bu kəlməni. La ilahə illallah kəlməsini biz başqa hansı əsərdə keçmişik? Çingiz Aytmatovun demək, Manqurt əsərində ana yerindən qalxaraq la ilahə illallah, Allahdan başqa Allah kimsə yoxdur kəlməsini səsləndirir. Səlma həyəcanlı, ah getdin, səni çox gördümü tanrım, qızıl güllər açmış köksündə yavrum deyir. İsmət də sinirli, xayır, yalnız bırakmam əsla səni, Qanpoladın xəncərini çəkib özünü öldürmək istəyir. Bax, bu hissədə isə biz hansı əsərlə müqayisə eləyə bilərik bunu? Hüseyn Cavid, məsələn, İblis əsərində Arif intihar etmək istəyərkən də, İblisdə Arif intihar etmək istəyir, Rəna qoymur. Başqa məsələn hansı əsəri deyə bilərik? Bunu İlyas Əfəndiyevin Xuşurbanın Natəvan əsərində Məlik Dövlə intihar etmək istəyir, amma o sadəcə və sadəcə cəsarəti çatmır, yəni bunu eləməyə. Yəni Arif də intihar eləmək istəyir, İsmət də yəni özünü öldürmək istəyir. İsmət də Səlma qoymur İsməti öldürməyi, özünü öldürməyi.
demək, İblis əsərində isə Arifi Rəna qoymur. Amma Məlik Dövlətə onun öz ixtiyarı çatmır, cəsarəti çatmır. Səlma xəncəri onun əlindən hiddətlə alır və mən səndən daha müstəhəqqim İsmət, yəni deyir, mən səndən daha çox yanıram, mən səndən daha çox alovlanıram. Qanpolad, sən nə tez unutdun məni. Lakin Allah nə etmiş bunu lənət, lənət bu iqbala, bu ömrə lənət. İsmət cənazəyə qucaqlayaraq, ah Qanpolad, könlümdə qaldı həsrət, şiddətli hıçqıraqlar içərisində boğularaq bir his qalır. Səlma qapıya yaxınlaşaraq şaşqın bir sinirli halda, Allah Allah, təhəmmül ver, səbir ver, açıl, yarıl, parçalan ey alçaq yer. Yarıl bu talihsizi çəkkərinə, bəndən artıq təhəmmül yox qəhrinə. Yalnız bir pənahım, bir oğlum varkən, qanlı torpaq, ayırdın onu bəndən. Qanlı torpaq deyə müraciət edir, Allaha müraciət edir, bax burada. Ya Rəbb, ədalət, bəni öldür, qurtar, özünə ölüm arzuluyur burada. Hər yer bana zindan gibi oldu tar. Qapıya doğru baxaraq, ah, bu xain qonaq aman istərkən, niçin mən ona yer verdim bilmədən? Oğlumun köksünü yarsın da gəlsin, bir cəllad kəndini amanda bilsin. Xayr, xayr, bu mümkün deyil əsla, sağ buraxmam. Mənim pəncəmdə hala, onun həddini bildirir bu əllər, qəlbində yerləşsin gərək bu xəncər. Gərək bulsun cəzasını, təbdili tevr ilə. Ah, fəqət deyir ki, mən nə üçün bilmədən öz oğlumun qatilinə yer vermişəm, gərək onu öldürəm ki, hələ də yəni mənim pəncəmdədir. Sonra deyir ki, ah, fəqət oğlumun ruhu bəlkə eylər nifrət, bəlkə bəndən incinir, çünki şimdi qan tökməyə əsla izin vermədi. Ki, oğlunun sözlərini xatırlayır ki, o izin vermədi ki, qan tökülsün, mən onu öldürsəm, oğlum mənə nifrət eləyər. Həm mültəcə, həm qərib, həm misafir, xayr, vicdanım olmaz buna qadir, bir də hər nə yapsam, hər dərdi silməz, məhv olsam aləm, Qanpolad dirilməz. Məhv olsa da deyir, aləm, Qanpolad dirilməz. Xayr, əfv etməli, getsin də miskin, xəcalətdən ölsün, yerlərə keçsin, deyir. Dönüb İsmətə oğluna baxaraq, ya Rəbb, ah, bu nasıl mənzərə, dəhşət, sonsuz bir iftiraq içində vüslət. Şəfəq zənn olunan şey yanğın oldu, qönçələr açmadan saraldı, soldu. Ah, nasıl iki heykəl gibi bihuş, bir-birinə eyləmiş, dərağuş. Ətrafa baxaraq, xayr, gecikdirməsi pək səmərsiz, buradan şu qanlı dəf olsun gərək tez, yoxsa xain parçalanır əllərdə. Artıq burada öz oğlunu itirən ananın bir miskini, bir alçağı da düşünməsini görürük ki, deyir ki, burada qalmasın, gərək getsin, yoxsa ki, onu parçalayarlar. Yollara baxmaq üçün çəkilərək bir baqayım kim var Səlimgillərdə, büsbütün uzaqlaşıb gedər, sonra Murad əlində tapanca evdən dışarı çıxar, həmən gözü Qanpoladın cənazəsinə ilişərək titrər. Murad şaşqın bir qorxulu bir halda, ah mən nə yapdım, nə günah işlədim, durduğun yerdə mən nə xəlt eylədim, Qanpolad, işdə qıydığım nərcəvan, tükənməz bir uyquya dalmış aman, aman ya Rəbb, nədir bu qorxunc əhval, artıq burada bir peşmanlıq var, peşman olur. Ah, bu qız ne için böyle pəjmürdə hal? Bu hismətmi solğun bir gülə dönmüş, Orxanı yandıran bu ateş sönmüş? Odur o qızcığaz nasıl da bayğın, ah benim bais, əllərim qırılsın. Xayr, bundan sonra durulmaz burada, tək savuşmaq gərək başqa bir yurda. Yoxsa buğum-buğum doğlarlar məni, qurtaracaq yox bir havadar bəni. Əlindəki tabancaya baxaraq, boş bir silah, pək tuhaf. Şimdi bundan həm daşıyan qorquda, həm də düşmən. Qaçmağa hazırlaşarkən Səlma qarşısına çıxar. Murad təlaşlı və şaşqın, ah deyə qalır. Səlma deyər ki, qonaq qardaş, dur, təlaş etməsən, qorxma, bir zərər gəlməz sana bəndən. Amandasın, heç qorxma, heç sıxılma. Çünki mən əvvəldən söz verdim sənə. Deyir ki, sənə əvvəldən söz verdiyimə görə amandasan, qorxma. Sən bir qonaqsan, qatil olsan belə, Səlma həlak olur da verməz ələ. Sən deyir, bir qatilsən, amma mən sənə ələ vermərəm. Murad tabancayı yerinə qoyaraq, aman, ah, nə böyük qadınsan, deyir. Səlma deyir ki, amma bir ricam var, sənin adın nə? Murad deyir ki, sorma. Səlma, bilmək istərim, söylə. Mütərəddid bir tövrlə deyir ki, Çərkəz Murad. Səlma sinirli çılğın bir halda, ya Rəbb, mərhəmət, ah, oğul, Qanpolad deyə səslənir. Murad başını aşağı dikərək kəndinə öldürdüyün Qanpolad, Səlma pənah. Murad, sən nə vicdansız oldun eyvah, öz-özünü qınayır. Səlma, aman, nə müşkül mövqedə qaldım, ah, ah, nə talihsiz ana oldum, ah. İsmət bu sırada saçlarını aralayaraq başını qaldırıb baxınır. Səlma da yumuşaq səslə, Murad, sən bir qəribsin, həm mültəcə. Buradan sağ qurtulub gedərsən şimdi. Fəqət bilməlisin, şu qanlı arslan, şu qıydığın cavan oğlumdur. Yəni mənim oğlumdur deyir. İsmət çığıraraq, aman, ah, nərdəsin Səlim, gəl işdə fürsət. Qanlımız burada. İsmət Səlimi çağırır ki, öldürsün Muradı. Murad deyir ki, ah, Səlma İsmətə sus qızım, sus. Sus, qərib bir qonaq verilməz ələ. İsmətə sus deyə müraciət edir ki,
Sus, yəni bu qonaqdır. İsmət Səlmadakı xəncəri almağa çalışaraq, xeyr, böyle vicdansız gərək ölə, özü öldürmək istəyir. Səlma İsməti əli ilə rədd edərək, amandır yavrum, bildinmi? İsmət həyəcanlı bir halda Murada cəllad cənazəyə qucaqlayaraq, ah, qanın yerdə qaldı mı qan Polad? Murad Səlmanın əlindəki xəncəri qaparaq İsmətə, xeyr, bu qan yerdə qalmaz. Bax işte, ürəyinə saplamaq istədiyi halda Səlma şiddətlə qoluna vurar, xəncər yerə düşər, dərhal kəndisi alır. Bax burada İsmət ilk əvvəl Muradı öldürmək istəyir, Səlma icazə vermir. Sonra Murad özünü öldürmək istəyir, yenə də Səlma icazə vermir. Daha sonra indi görəcəksiniz ki, İsmət də özünü öldürmək istəyəndə Səlma icazə vermir. Səlma hiddətli halda Murad deyə müraciət edir. Murad, doğrayın bən riştə-riştə, əvət, doğrayın, məhv olmalı zalım, ah bir alçığa mərhəmət nə lazım, qanlı bir canavar sağ buraxılmaz, özünü nəyə bənzədir? Canavara bənzədir, mən bir xainim, öldürün deyir məni. Səlma dedi ki, heç olmaz. Murad deyir ki, yaşatma öldür ana, bəncə hala billah gəbərmək yaşamaqdan evla, yəni üstündür deyir, yaşamaqdan, gəbərmək, ölmək. Səlma deyir ki, xeyr, sən bana eylərkən iltica, söz vermişdim, dönməm sözümdən əsla. Bu sırada bir-iki ıslıq tapança səsi eşidilir, Murad diksinərək aman ya Rəbb deyə baxır. Səlma qolundan tutub çəkərək, gəl, heç təlaş etmə, gəl, qaçmaq gərək, qorxarım artıq, arta əngəl. Murad da kəndisi deyir ki, gəl, heç qəm et, hər tərəf qorquludur, qaçmaq səmərsiz, ah mən nə bilim, yol bilirim, nə də bir iz bilirim. Səlma deyir ki, gəl, heç qəm eləmə, gəl, bax işte bir yol, düz, qorğusuz bir dərədir, əmin ol, buradan çıxar bir köyə həm çox sürməz, sağ qurtulub gedərsin, kimsə görməz. İsmət başını qaldıraraq həzin və atəşli bir ahənglə, ya Rəbb, nə bəxtiyar imiş ölənlər, ölənləri necə də bəxtiyar adlandırır, özü isə zillətdə qaldığına bir növ işarə edir. Səlmaya Murad deyir ki, ah nə qədər alicənabsan. Səlma Murada deyir ki, yetər, yəni sus artıq, yetər get durma, haydi çəkil get, artıq savuş durma, durmaq vaxtı deyil get. Murad Səlmadakı böyüklüyün qarşı sıxılaraq şaşqın bir halda yürür, bir-iki addım getdikdən sonra dönər bakar və dərin bir ah çəkərək büsbütün uzaqlaşar. Səlma Muradın getdiyi tərəfə doğru hiddətlə və canlı bir səslə deyər ki, get, namərd qonaq, get, alçaq mürtəcə, get, miskin hərif, get, cəllad, yırtıcı, get vicdansız, kəndini qurtar, yaşa, ancaq vicdansızları bəslər dünya. Ki, yəni təmizlər gedər, oğlunu bir növ yanır da ana. Daha sinirli qızğın, get gözüm görməsin, uzaqlaş, dəf ol, nə haqsızlıq etdinsə Allahdan bul. Düzdür, onu bağışlayır, amma Allahdan bulmağını istəyir. Yəni, nə haqsızlıq elədinsə Allaha həvalə eləyir. Get çəkil, get dinsiz, Allahsız, xain, Allahsız adlandırır, dinsiz adlandırır. Murdar izin bu torpaqdan silinsin, oğlumu söndürdün, yandırdın məni, get kamə indirməsin Allah səni. Bax, burada da yenə də qarğış var burada. Mərhəmət, ya Rəbb, mərhəmət, inayət, təhəmmül ver, qalmamış bəndə taqət. Ah, qəlbim az qalır patlasın Allah, cənazəyə doğru qoşaraq çılğınca, Allah, nə bədbəxt ana oldum eyvah, həsrəti könlümdə can verən övlad, ah, qəhrəman oğul, nakam Qampolad. Haman oğlunu qucaqlayaraq şiddətli və yakıcı hıçqırıqlar içində boğulub düşər. Bu sırada Səlim ilə arkadaşı dəxi birər tərəfdən çıxaraq hiddətli və məbhud bir halda baka qalırlar, yəni çaşmış halda qalarlar. Əsərin təhlili bu qədər, həm məzmunu, həm də təhlili verməyə çalışdım sizin üçün. Detallarına qədər toxunmağa çalışdım. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı unutmayın. Bundan sonra hansı əsəri istəsəniz, onu isə şərh bölməsində qeyd edərsiniz.